Azərbaycan Yazıçılar Birliyinin üzvü Qızıl Qələm, Xan Qızı Natəvan, Ustad Qələm və digər nüfuzlu media mükafatlarının laureatı Prezident mükafatçısı Zeynəb Bəhmənlinin Seçmələr adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə bəstəkarlar, şairlər, oxucular və Yazıçılar Birliyinin üzvləri iştirak ediblər. Tədbir Zeynəb Bəhmənlinin şeirlərinin səsləndirilməsi ilə başlayıb və iştirakçılar kitabda yer alan əsərlərin bədii dəyəri barədə fikir mübadiləsi aparıblar. Müharibə mövzusunda, şəhidlər mövzusunda, qazilər, əskərlər bölündə, Azərbaycan bayrağı, Azərbaycan əskəri mövzusunda daha çox şeirlərim var və bəzən mənə deyirlər vətənpərvər şairə, amma ona baxmayaraq analara da, uşaqlara da aid bölmələr var, sonra sevgi, məhəbbət bölməsi var. Mənim 70 şeirimə mahnı yazılıb. Bu günümüzün, reallığımızın bütün şeirlərində təsvir eləmişəm. Təqdimatda çıxış edənlər Zeynəb Bəhmənlinin Azərbaycan ədəbiyyatına verdiyi töhfələri yüksək qiymətləndirərək onun əsərinin oxucular arasında böyük maraqla qarşılandığını bildiriblər. Seçmələr kitabı müəllifin yaradıcılıq yoluna ümumi bir baxış təqdim etməklə yanaşı, onun poeziyasının dərinliklərini əks etdirir. Tədbirin sonunda müəllif iştirakçılara və oxuculara təşəkkürünü bildirib. Mən də çalışacağam ki, yazılarımla, şeirlərimlə xalqıma xidmət edeyim. Nə qədər ki, əlimdə qələm var, nə qədər ki, nəfəsim var, o qədər xalqıma xidmət eləməyə hazıram.